xoş gördük sizi Kripto Baraz YouTube kanalında. Demək bu günləri bir məsələyə toxunmaq istədim. Çünki bu məsələ hər kəsi artıq demək olar ki, maraqlandırır. Yəni bu işlə maraqlanan hər kəsi maraqlandırır. Öncədən demək istəyirəm ki, bu tamamilə şəxsi analizim və şəxsi düşüncəmdir. Bu kanalda paylaşılan heç bir şey maliyyə tövsiyəsi deyil. Bu sadəcə olaraq bizim analizimizdir. Bitcoin'in aylıq qrafikinə baxdıqda biz görürük ki, burada bir çanaq forması formalaşıb. Çanağın qulpu, yəni buna kap deyirlər, yəni bildiyimiz fincan və fincanın qulpu və qalıb bunun retest eləmək. Retest bölgəsi isə buralara düşür. Mən sizə bir saniyə onu göstərim tam dəqiq ətraflı. Deyək ki, bu çanaq, yəni bizim fincanımız, bu fincanın qulp hissəsi. Bu çox işə yarayan bir paterndir. Xatırlayırsınızsa mən bunun düşüşündə də həftəlikdə, günlükdə tərs fincan olmuşdu və bu 74 minə düşüşlə nəticələnmişdi. Bu isə tam əksi olaraq düz fincandır. Yəni burada 68 min bölgəsində, 69-70K 68 bölgəsində bunun retesti mövcuddur. Yəni bura qalxış, bura dəymədən, bura düşüş olmadan olmayacaq, yəni reallaşmayacaq. Bu bunun bir tərəfi. Yəni bu düşüşdən, retestdən sonra bu qalxış nə qədər ola bilər? Yəni bu fincanın içinin boyu qədər, yəni bu qədər. Bu da hardasa 123 minə qədər eləyir. Ən yaxın hədəfimiz bu düşüşdən sonra 123 min olacaq. Gəlin tamamilə başqa bir aspektdən də baxaq bu mövzuya. Bizim kurslarda qatılanlar bilir, bizdə premium abunələrin onlara tamamilə pulsuz kursda verilir o premium abunələr üçün və onlar hamısı bilir bunu. Burada bir range zona var deyək ki. Yəni range zonanın nə olduğunu bilmirsinizsə, əgər birinci dərsimizə baxa bilərsiniz. Bu range zona var deyək burada bir dənə. Bir saniyə baxın. Burada bir dənə range zona var. Və gördüyünüz kimi qırılma gerçəkləşib, yəni breakout olub. Biz bunu Fib düzənləmə ilə, yəni Fibonacci ilə baxdıqda qırılan yer buradır. Qırılan yer buradır. Qalxdığı təpə buradır. Qırdıran dib isə buradır. Buradan təpəyə doğru biz Fibonacci düzəltməni çəkdikdə düzəltmə bölgəsi biz demişdik ki 382.05-618 aralığıdır. Yəni buranı belə bir kvadratla biz işarələdiyimizdə, yəni bu bölgəni 382.05 və 618 bölgəsi. Bura Bitcoin'in retest alanı olacaq. Yəni bu retesti bu bölgədə eləyəcək. Bu düşəcək, burada belə hərəkət eləyib qalxa bilər və yaxud düşüb oradan təkən də alıb qalxa bilər. Yəni bura qədər düşüş realdır. Yaxşı, düşüş oldu, retest elədi və hara qədər gedəcək? Bunun üçün biz trend tabanlı Fibonacci istifadə edirik. Burada bu var. Trend tabanlı Fibonacci uzatması yazılır. Bunu trend tabanlı necə çəkirik? Tam dibdən təpəyə və düşəcəyi istiqamətə. Yəni bunun retest bölgəsi bura olduğuna görə. Bura. Burada ilk hədəfimiz isə görsənir bizim yenə də. Baxın. 705, 618 və 05 bölgəsi. Baxın bura. Buranı da işarələyək belə. İlk hədəfimiz bizim olacaq bu düşüşdən sonra 94.000 bölgəsi, daha sonra 112.000 və ondan sonra bu bölgələr bir-bir fəth edilməlidir. Yəni baxın bu bölgə bir tam bölgə, baxın bura. Bura növbəti hədəf olacaq və daha sonra isə 1.618 ən təpə, yəni 191.200K civarları. Baxın bura. İndi biz bunların hamısını silək və daha ətraflı baxaq bu mövzuya. Deyək, qiymət hazırda buradadır. Gəldi, buradan öz hərəkətini elədi range zonada.
qırılma verdi, retestini etdi. Retest bu müddət çəkəcək. Baxın, bu yəni qısa bir zamanda olan deyil. Sadəcə olaraq siz spot almaq istəyənlərə aiddir. Təbii ki, investisiya tövsiyəsi deyil. Bitcoin bu aralıqlarda olanda alımlarınızı eləsəz daha effektiv olar. Mən məsəl üçün 75 mindən başlayardım almağa və pilləli şəkildə eləyərdim bu alımı. Sonra daha da sonra bura qalxacaq. Burada retest gözləyirəm belə. Daha sonra bura bunu qıracaq, bu bölgəni qıracaq. Sonra burada bir daha retest və burada dirənə də bilər, buranı qırıb retest edib daha da yuxarılara gedə bilər. Onu da artıq bizə gələcək göstərir. Yəni aylıq qrafiklə baxanda Bitcoin-in yol xəritəsi texniki olaraq budur. Diqqətiniz üçün minnətdaram. Açıqlama qismində öz pulsuz WhatsApp kripto kanalımızın linkini paylaşacağım. Və WhatsApp kanallarında bildiyiniz kimi məxfilik tam qorunur. Nömrələrinizə görə narahat olmaya bilərsiniz. Hətta idarə heyəti tərəfindən belə sizin nömrələriniz qətiyyən görünmür. Bu qədər. Çox sağ olun dinlədiyiniz üçün.